Qar bərəkətdir, qar ruzidir. Əziz izləyicilərimiz, gördüyünüz kimi təbiət bizi sevindirir. Arpa sahəmizə qar yağıb, ağ örpəklə örtülüb. Əməkdaşımızdan xahiş edəcəm bizim məhsulumuzu çəksin. Görün necə qəşəng yetişib arpamız. Qar bildiyiniz kimi həm torpağı zərərvericilərdən, məhsulu zərərvericilərdən qoruyur. Həm yaz dövründə əriyərkən torpağın nəmişliyinin saxlanılması üçün çox vacibdir. Həmçinin qardan sonra torpağa düşən don bir çox xəstəliklərin, gəmiricilərin və zərərvericilərin məhv edilməsi üçün ən vacib elementlərdən biridir. Nə deyə bilərik? Ruzumuz bol olsun.